yaşayırdıq, sonra evdən çıxdı, getdi. Qaçdı bir müddət, bir 5 gün yox idi. Mən bir məsələsini bildim. Burada uca qayıtmaq söhbəti yoxdur da, başa düşürsən. Xəyanəti bağışlamaq olmaz. Barda çox bağışladım, gördüm, şəkillər var, tanımadığım oğlanlardır, başa düşdün. Ay, все, ondan sonra bu da bilir ki, mən bunu bura qaytaran deyiləm, qaydası deyil. Bu atır bu variantlara, yəni все da üzbəüz də gələ bilməz axı. Sumqayıt şəhərində ağla sığmayan hadisə baş verib. Qurd Dərəsi yaşayış masivində yaşayan Anatoliy Serebyakov adlı şəxs keçmiş həyat yoldaşı tərəfindən həm maddi, həm də fiziki zorakılığa məruz qaldığını iddia edib. Məlumata görə Serebyakov illər öncə Aytən Mehbaliyeva ilə ailə həyatı qurub. Cütlük uzun müddət qızıl alveri ilə məşğul olub. Lakin bir müddət sonra Anatoliy Serebyakov həyat yoldaşının gizli şəkildə bütün əmlak və vəsaitlərini öz qardaşının adına keçirdiyini öyrənib. Zərərçəkmişin sözlərinə görə bu hadisədən az sonra ona boşanma ərizəsi təqdim olunub. Hər şeyini itirdiyini anlayan kişi məsələni aydınlaşdırmaq üçün həyat yoldaşı ilə əlaqə saxlamaq istəsə də qadın evdən qaçaraq izini itirib. Qızıl işi ilə məşğul olduq, ailəvi bir yerdə. Mən gendaveriniz verdiyim 2024-ün axırında. 2025-də də gördüm boşanma gəldi. Bir yerdə yaşayırdıq? Bir yerdə yaşayırdıq, sonra evdən çıxdı, getdi. Qaçdı bir müddət, bir 5 gün yox idi. Dedim də, niyə getmirsən, niyə gəlmirsən, neysə, başqa cavablar idi. Sonra da vəkillə danışdım, boşanmanın kağızı gördüm, mediasiyanı. Dedim, belə-belə işlər olub. Deyir, Daverinski ləğv elə. Daverinski ləğv elədim, amma uca gec idi. Qızılları götürüb qardaşının adına keçirdi. Nə qədər miqdar var idi? O şey Turanbankda 360.000 manatlıq. Bir də Lombardası yarım milyondan biraz çox. Lombarddakiləri da çıxardıb Turanbanka qoyub. Sonra qardaşın adına keçirtib məhkəməyə verdik. Yoldaşına soruşmadın ki, bu nə hərəkət idi? Soruşdum. Birinci məsələ necə idi? Bunun adına keçirtməmişdən qabaq, bunun adına elə bir ki, qardaşın adına keçirtməmişdən qabaq, bu götürüb, pullar mənə gəlirdi, axı payladığımız qızılları nissiyə işləyirdik. Lombarddan alırdıq qızılları, batmış qızıllar, bərpa edib satırdıq nissiyə müştərilərə. Bu, mənim kartıma pul otururdu. Sonra pul oturmadı mənim kartıma, gördüm, pul oturmur. Soruşdum, nə məsələdir? Yox, ola bilməz, yəni alver yoxdur ora-bura. Statuslarını görə bilmirdim. Sonra statusların, uşaqların telefonundan statusunu gördüm ki, kart yazıb ki, statusda mənim kartım bloklanıb. Bu karta pul atılmasın, bu birisi karta pul atılsın. Yəni öz adamlarına. Sahibkar idim, orada mənim yanımda deyirdim ki, dursun, işləsin kassada. Elə uca momentlər çatdı ki, gördüm ki, nəsə soyuqluq var da. Elə oldu ki, bu 5 gün evə gəlmədi. 5 gündən sonra gəlib, uşaqlara demişəm, mənim telefonlarıma cavab verməyib. Yəni, çorni spiska atıb, 5 gündən sonra gəlib, nə məsələdir, belə şey eləyərlər. Uşaqlara dedim, gəlsin, özünə dedim ki, haradan gəlmirsən, orada get. Burada qapını da öpsündürmək, nəyəm, qonşular zatlar eşidiblər, biraz biabırçı vəziyyət idi. Sonra Uçaskov ilə danışdım ki, belə şeylər olmasın da, o mülkü məsələdir, qapını sındırmaq nədir, oradan hoppanmaq eləmək. Həyətə giriblər, dəfələrlə giriblər, qonşu da deyib, evə də giriblər. Ən dəhşət isə bundan sonra yaşanıb. İddiaya görə Aytən Mehbaliyeva boşandıqdan qısa müddət sonra səhər saatlarında 3 nəfər şəxslə birlikdə keçmiş ərinin yaşadığı evə gələrək onu amansızcasına döydürüb. Hadisə nəticəsində Anatoliy Serebyakov müxtəlif bədən xəsarətləri alıb. O, hüquq mühafizə orqanlarına müraciət edərək keçmiş həyat yoldaşı və onun yaxınlarından şikayətçi olub. Qeyd edək ki, Anatoliy illər öncə hər iki valideynini itirib və xalasının himayəsində böyüyüb. Oturmuşdum burada kresloda. Ağacları suladım, qutardım. Axşam yavaş-yavaş qaranlıqda yuxuya getdim, yaydı. Ayıldım ki, qabaqda 3 dənə oğlan, bir dənə qız, qadın. Böyle 2 addım atmaq istəyəndə arxadan vurdular. Vurdular, yıxıldım. Ayılandan sonra bildim ki, yerdə də vurublar. Yəni, sudmed ekspertizadan kağızlarım da var. Burada dışarı. Burnum canım şişmişdi, o gözüm yox idi.
Birinci bölməyə həmən günü qonşum var idi, ona zəng elədim, getdik. Balnitsaya birinci. Amma Çaskovaya zəng eləmişdim, Çaskovada tədqiqatçını qoşdu. Ekspertizadan keçəndən sonra birinci bölmədə yazdım, izahatımı verdim. Bir müddət keçdi, sonra məni üzləşməyə çağırdılar. Rayondan gəldim. Sənin həyat yoldaşın səni niyə döydürmək istəyib ki? Yəni səbəb nə oldu ki, səni döydürdü? Bax bu iddia edirsən ki, yoldaşım tərəfindən gələn yoldaşlar, hətta yoldaşın da o adamların yanında olub, yuxulu olmusan və səni burada döyüblər. Səbəb nə idi? Niyə döydürsən? Qorxutmaq məqsədi ilə də ki, mən burada yaşamayım da, gedim də. Nəysə də hər tərəf... Tək yaşayırsan da burada? Böyle təkəm. İtim bilirsən həm də ki, burada 100%'lik söhbət nədir? Məndə it var idi, Rottweiler. Hə. Babat itdi. Bu it heç kim girə bilmir həyətə. Gərək mən onu o tərəfə bağlayayım. Həyətə girənlər kimsə tanıdığı adam olub. İt ona dəyməyib. Hə, it yoldaşınızı tanıyıb deyənə dəyməyib. Aysə bu birisilərə dəyməyib. Mən ayılandan sonra, mən vurandan sonra iti tapa bilmirdim. İti qonşumu çağırdım, gəldi. Ora qaranlıqdır da həyətin o başı. Getdim, gördüm it qısılıb orada qalıb. Birinci tanıyıb, yoldaşımı tanıyıb, başqa kimi tanıyacaq. Sonra isə itə zərbə gördüm ki, hardasa bir həftə itin qulağından belə qara gəlirdi. Əməlli başlı belə loppa-loppa. Mən elə fikirləşdim ki, şokerlə vurublar iti, qorxuzublar. Çünki it özündə deyildi. Belə bir məsələ. Mən onu bölmədə də demişdim. Demişdim, mənim həyətimə şəhriyara demişdim. Gəlin də gedək, qapını siz açın, girin görüm həyətə girə bilərsiniz. Amma mən girsəm, sonra siz girə bilərsiniz də mənim dalımca. İt dəyməz. Tanırdın o yoldaşları? Yox, yoldaşları tanımadım. O mənə vuranı da mən görmədim. Vurdu, mən sırası özümdən getdim. Bir hardasın, 20 dəqiqə, yarım saatdan sonra ayılmış, hava qaranlığı idi. Onlar burada idi? Yox, heç kim yox idi. Heç kim yox idi. Neçə nəfər idilər? Mən gördüyüm qabaqda, hardasa 25-30 metr məsafədə 3 dənə oğlan, bir dənə qadın. Bu qadın yoldaşın idi? Hə, vuran isə vuranı görmədim. Arxadan vurdu axı. Onlar bu məsələyə gəliblər ki, nəysə mənə qorxusun, eləsin, mən burada yaşam. Burada ev söhbəti gedir. Bu evi, bu bağı, mən elə bil ki, Gendaverin üstündən bunun anasından almışam. İndi verib ki, məhkəməyə, yəni bura bizimdir. Biz ki, nədir ona, Gendaverin vermişik propiskaya görə, belə şeylərə görə. Sənin 5 dənə uşağım var, verərdin Gendaverin onlara, yəni propiskaya, yəni nəm absurd bir şeylər danışır, məhkəmə gedir. Bağı almaq istəyirlər. Buranı almış xalamın adınadır. Buranın nə qədər qiyməti var buranın? Buranın 100-dən biraz artıqdır da. Buranın... Niyə almaq istəyirlər səndən? Ki bunlarındır. Bizim bağımız başqa yerdə idi. Xalam tikdirmişdi. Buranın nəqd verib pulunu almışsan? Nəqd verib, formal olaraq anasının adına idi, amma bacısının bağı idi. Bura belə deyildi ki, burada ya skelet idi bura. Buranın mən hamısını eləmişəm. Yəni xalam müəllimə də işləyir. O bir ev var idi, o biri bax burada yaxındaydı. Oranı satdıq yoldaşımın xalasına, sonra buranı aldıq. Burada yaşamaq mümkün değildi. Bir il burada iş gedib. Dostum maşını idi, almışdım. Hem də alıb satmaq belə bir şeylər. Davernisti sürməyə vermişdim bunu. Davernisti zadı ləğv elədim, maşını qoydum satdığa. Obyektə ziyana gedirdim. Hardasa bir 20 minə yaxın ziyana gedirdim. Maşını oradan qaçırtdı, zapaska açarla. Zapaska açarla qaçırtdı, sonra maşını yenə tapdım. Kim qaçırtdı? Yoldaşım. Maşını sürməyə bilirdi? Bilirdi, amma sənədsizdir. Maşını sənədsiz sürürdü, idarə eləyir. Maşını necə tapdın sonra? Maşını elə dostum var idi, iltifat, o ilə tapdım. Öz maşınımla gedirdim, gördüm maşındır. Açarda mənim maşındadır, originalı. Xodladım, götürdüm, getdim. Amma polisə müraciət eləmişdim. Dedilər ki, özün tapdı, biz heç nə elə bilmərik. Yəni, sənin yoldaşın da bu mülkü məsələdir. Tapdım maşını, satdıqdaydı axı. Satdıqda da beh vermişdilər. Neysə o həmən alqı-satqı dayandı, alınmadı. Sonra təzədən qoydum salona. Salona qoydum, maşını tapanda, tapan momentdə. O da gördü. Mən oturdum, sürdüm, getdim. Gözünün qabağında. Bardaçoku açdım, gördüm, şəkillər var, tanımadığım oğlanlardır, başa düşdün. Ondan sonra yəni... Əlaqə kəsdi. Əlaqə kəsdi. Rəsmi boşanmısınız?
İndi hə. Maşını da təzədən salona qoyanda salondan yenə qaçırtdı. Orada salonda da axı satılıb salondadır maşın. Genda Verinst vermişəm. Pul veriblər. Tutdular onu 5-ci bölməyə apardılar. Neysə təzədən maşını tapdılar, elədilər. Maşını geri aldın. Geri aldım. Hə, təzədən o alqı-satqıda cəmaata boşluq aldım. Gördülər ki, problemli söhbətdir. Təzədən indi orada da problem yaşandı. Yenə indi başqa yerə satdım maşını. Evlatların harda qalır? Anası inandı. Əlaqə saxlayırlarmı səninlə? Mən indi bir 10 dənə zəngdən bir 3-ünə, 2-sinə belə cavab verərlər, verməzlər də. Danışanda evlatların nə deyir sənə? Onlar da soyuqdur. Niyə elə eləyiblər ki? Yaxşı, yəni bir burada problem əgər səndə deyilsə, səndən niyə belə əlaqə saxlamırlar ki? Evlad olaraq. Yəqin psixologiyalarını xarab eləyirlər. Elə bilirlər ki, yaxşı eləyirlər. Amma uşağı xəstə eləyirlər də. Yəni Neçə yaşındadır uşaqların? deməli 14, 12, 3. Hazırda faktla bağlı araşdırma aparıldığı, hadisənin bütün təfərrüatının hüquq mühafizə orqanları tərəfindən yoxlanıldığı bildirilir.